Hər vaxtınız xeyir olsun cəmaət. Necəsiniz? Bugün sizə bəzi məsələlər haqqında məlumat vermək istəyirəm. Deməli, biraz futbol haqqında danışacağam. Futbol. Deməli, son günlərdə nəyi gördük? Çempionlar Liqası yarım final maçlarını gördük. İlk maç Atletico Arsenal idi. 1-1 qurtarmışdı ilk maçları. O da ki, ikisi də penaltı idi. İğrənc bir maç idi. İkinci maç ondan da iğrənc oldu. Bir dənə Saka vurdu. Sio, ümmiş o 2-1 utdular. Yəni belə də Emirates-də idi deyə elə çox güman Arsenal udacaqdı. Utdu da. Finala getdi. Amma yəqin ki udacaq. Çünki finalda onun rəqibi PSG-dir. PSG ilə Bayern oynadı. Bayern əslində axırıncı dəqiqədə bir dənə qol vurdu. Birinci PSG-də, üçüncü ya da dördüncü dəqiqədə Dembele vurdu. Ondan sonra maç ölü kimi getdi. Axırda bir dənə Harry Kane vurdu. Amma maç boyunca Bayern atak eləyə bilmirdi. PSG onları çox pis sıxırdı. PSG də elə 6-5 şotla keçdi finala. Yəqin ki final təzədən PSG udacaq. Ballon d'Oru əgər World Cup-ı Fransa udsa yenə Dembele udacaq. Yox, əgər Portuqaliya falan udsa yəqin ki Vitinha udacaq ya da Nuno Mendes udacaq. İkisindən biri. Yəni yenə Ballon d'Or PSG-dən çıxacaq. Onca başını buraxın. Yəni çox güman elə olacaq. O da mayın 30-unu gözləyir. Mayın 30-u necə olacaq final maçı? Ona baxacağıq. Başqa mən burada nə yazmışam? Mən bura başqa yazmışam ki, bəs Premier Ligada da Arsenal deyəsən olacaq. Axır 2 neçə ildən sonra ən son 2003-də udublar, nə vaxt udublar? O da Inevitable, Invincibles. Yəni belə yenilməzlər, uduzmazlar komandalarda udmuşlar. Fikir Thierry Henry oynayırdı. Thierry Henry'nin 50-yə yaxın yaşı var bəlkə də. Yəni indi udacaqlar yenidən Arsenal. West Ham utdular 1-0. West Hamda sonuncu dəqiqədə West Ham oyunçusu qol atdı, amma nə var, David Raya toxunurmuş deyə o oyunçu ləğv oldu o qol. İndi bilmirəm də pul söhbəti var yoxsa yoxdur. Məncə pul söhbəti yoxdur. Arsenalın o qədər götü yoxdur, amma yenə də yəqin ki Arsenal Premier Liqanı aparacaq. Hələ oradan da Pep Guardiola tweet atır ki, bəs come on Irons, yəni West Ham oyuncularına deyir, xod eləyir ki, daha doğrusu yəni tərəf durur ki, davay udun. Təbii ki də elə də qəhbə yollara əl atmadı Pep Guardiola. Yəni o ki, böyük menecersən, amma qəhbə yollara əl atma. Amma Arsenalın udmağı çox da qəşəng hal deyil, amma nəysə də indi Arsenalda da belə çox ürəyimə gedən bir komanda deyil. Yəni Chelsea falan ondan daha çox istəyirəm açıq. Amma özüm belə Real Madrid fanatıyam da, yəni buradan görürsüz. Ondan sonra başqa nə qeyd eləmişəm? Bunlar nə olub? Bir də Dünya Kuboku məsələsi var. Bizim Neymarımız var, Neymarı ilkin siyahıya salıb Kardiyan salatdı. Amma indi bilmirəm final siyahısına salacaqmı yoxsa yox. Məncə salmalıdır. Yəni Neymar Braziliyanın hal-hazırda yaşayan əfsanəsidir. Yəni nə qədər daşşağını xurmaya dizdirən oyuncu olsa da Neymardır. Yəni götürüzə başınıza yaxmayın. Elə bunu Real Madrid fanatı kimi deyirəm. Və amma Casemiro deyib ki, məncə həqiqətən də biraz düzgün kəlmə çıxardı ki, bəs görən o superstar benchdə oturmağa, yəni şeydə oturmağa, yedek deyirlər, Türk dilində, benchdə, ingilis dilində, Azərbaycan dilində ki, halı yadından çıxdı. Ehtiyatda oturmağa istəyəcəkmi? İstəyirmi ehtiyatda oturmaq? Düz o da biraz müşkül məsələdir. Amma məncə Neymar o qədər egoist deyil. Oturar oradan komandasına güc verər. Məncə Neymarsız World Cup olmaz. Özü də yəni hələ oynayırsa gəlin onun oyununa biraz da olsa baxa bilək də. Yəni bu adam Santos'u özü yuxarı qaldırdı, zədələdi ola. Qoyun məncə oynasın, hak etdi. Oynasın qoyun o oyunu. Ondan sonra nə qeyd eləmişəm burada? İran məsələsi hələ var. Bunlar da gediblər cürbəcə Dünya Kubokuna şərtləri qoyublar. Həm ABŞ-da olsa gəlməyəcək, zırt-pırt Dünya Kubokuna. Belə götlü başlı komandaları var. Belə yaxşıdır da, onsuz Asiya çempionatından girirsiniz Dünya Kubokuna. Yəni Asiya qualifierlarından da, Asiyanın eleme turlarından girirsiniz. Yəni götürəcəm başınıza yaxmayın da. Buradan buraya İtaliya girən bir güclü komandasında nə var Avropada da deyirsiniz. Asiyada götlü komandaları udub girirsiniz. İraq belə girir, bəyən Dünya Kubokuna. Yəni özdən elə yaparlar ki, İspaniya zatdılar. Gedin siktirin də. Bir dənə Mehdi Taremi adlı bir oyuncular var. O da ki bir ara Inter'də oynadı, yaxşı oynayamadı, heç dəqiqə alanmırdı. Porto'da yaxşı oynayırdı o. Nə götlərinə güvənirlər bilmirəm deyirəm. Ən ki İran sikdirəcək, World Cup oynamayacaq. İran güzəştə gedəcək. Əgər müqavilə bağlansa İran arasında. Ya da ki İran oynamayacaq. Çox da sikirmək oynamasınlar. Ya gözümüz pozulmasın belə. Onlar keçən 2024-dəki Dünya Kubokunda necə oynayırdılar? İğrənc bir top oynayırdılar. Oyunçu kimsə onların cərimə meydançasına girəndə oyunçunun ayağına yalvarırdılar ki, atma. Hamısı yıxılırdı qabağına. İğrənc bir oyundu. O futbol o əyləndirici bir şey deyil.
Bir də Pike gedib yəni hakimlər arasında qışqırıb, gicdallaqdan başını vurar. Şakirdən sonra o götün başını itirib. Başqa nə var burada? Bir də ki, əsas məsələ Real Madriddə götxana düşüb qardaş. Valverde ilə Tchouaméni nə edir? Valverde başına yumruq atıb Tchouaméni. Valverde öz yaddaşını itirib müəyyən bir müddətli, qısa müddətli zad. Elə bilib elə baş məşqçi Zidane zaddır. Yəni o dərəcə itirib də şeyini. Axı onun 1 il desəm, 1 ildən biraz az o Zidane'ı görüb axı. Ona görə. Bunlar nə var? Bir dəfə podcast girib buna Tchouaméniyə, Valverde'yə pis girib də. Valverde həsələşib Tchouaméni deyib yaxşı da heç nə olmaz. Biraz dava eləyiblər, o sözlü dava eləyiblər. Sonra səhərsi gün Tchouaméni gəlib üzr istəməyə. Valverde deyib ki, git siktir də buradan zət. Öyle Tchouaméni qoyub bir daha bunun başına. Valverde yıxıb götbaş olub, yaddaşı silinib. Yıxıb ayıbdır ya, ayıbdır. Onsuz 1-2 gün əvvəl El Clasico oldu. Gördük də biləd necə oynadı. Kim gördük. Bir də elə pozisiyalar var ki, top ortada, Real oyuncusuna daha yaxındır, boş topdur da. Barcelona oyuncusu çatır ondan topu alır və o sürətinə görə deyil ha. Real oyuncuları sikinə də aşağına deyildir o oyun. Yəni yaxşı qutardı, yəni 2-0 qutardı. Yəni Reala güclü bir update lazımdır. Mourinho zat deyirlər. Nə bilim, Mourinho elə bil Realdakı illərində çox da yaratmamışdı. Yo, İspaniyada yaxşı idi. La Liga-nı qəşəng xallan udmuşdu falan. Ona söz deyəmərəm. Amma yəni belə Çempionlar Liqasında getmirdi. Plus hələ o vaxtları Mourinho vaxtları idi. İndi başa Mourinho ölüb. Onun oyununu hamı aça bilir. Köhnə oyunu da qalmayıb. Yəni bilmirəm, sən nəyə oxşayır? Zəhərin içində lap da zəhər qatırlar. Mourinho da zəhər kimi bir insandır. Yəni onu bilməm düzəldə bilərdi yoxsa yox. Xabi Alonso'nun arxasında dayansaydı menecment, Xabi Alonso bunu düzəldərdi. Arbelola bilət kukla adamdı qoyublar. Sikim demirəm, amma pis insandır ya da pis taktikası var. Özünə görə yaxşı taktikası var, pis insanda deyil. Amma kukladır da, neyniyək, belədir. Yəni Mourinho mən uğurlu olacağını, bəlkə bir müddət, qısa bir müddət uğurlu olar, qısa bir müddət, amma ondan sonra onun pox püsürü çıxacaq qabağa. Yəni komanda lap da məncə pis olacaq. Mbappe'yə problem deyirlər, ay bilə. Mbappe ilə deyil. Mbappe ilə Kurtuva olmasaydı, sizin Real'ın götü dağılmışdı. Bəlkə bu il liqanın 4-cü falan qutarardı, o ikinci yox. Hələ ikinci qutarmaq belə bəlli deyil. Sikim. Heç də El Clasico'da da Barça çempionluğu rəsmiləşdirdi. Düz El Clasico oyunundan sonra. Bu Real üçün ayıbdır. Nə bilim, sikim. Çox da şəxsiləşdirmək lazım deyil. Futboldur, idmandır, nə sikirsən. Başqa nədən danışmaq olar? Bu da Realda UFC olub, Real Madrid zad deyil olur. UFC Madrid zaddır ki, işdillaqlar. Nə bilim, indi görək nə edirlər. Prosta Arda hepsi olur, Endrick hepsi olur. Onlar qəşəng oyunçulardır, onları götürün sikəcək o komanda. Ay, nə bilim. Yəni son olanlar bunlardır futbolda. İndi 30 mayı gözləyək. Daha ondan sonra dünya çempionatını gözləyək. Ürəyimiz yenə həmişə kimi deyirəm Portuqaliya ilə görək nə olur. Hantavirus da gəlib, ehtiyatlı olun. Buralara gəlib, mən də İngiltərədəyim, buralara gəlib, siz də ehtiyatlı olun. Öpürəm sizi, görüşmək üzrə.